Salam, mən Aygün Qurbanova. Bugün sizə DİM Test Bankı 1-ci hissənin 2025 nəşrindən xəritə və qlobus bölməsini izah etməyə çalışacağım. Birinci sualda deyir ki, qlobusda cəhət müəyyən edilir. Əlbəttə ki, qlobusda cəhəti dərəcə toruna görə müəyyən edirik. 2. Coğrafi uzunluğa aid olmayan əlamət, cəhət ekvatordan hesablanır. Elə doğru cavabımız bu olacaq. Çünki ekvatordan hesablanan coğrafi uzunluq yox, coğrafi enlikdir. 3-də deyir ki, xəritələr əsasən hansı əlamətlərinə görə qruplaşdırılır? Xəritələr ərazi əhatə etməsinə, məzmununa, bir də ki, miqyasına görə qruplaşdırılır. 4. Müşahidəçi yer kürəsinin hansı nöqtəsində dayanarsa, bütün ətraf ərazilər ondan şimalda yerləşər. Əgər müşahidəçi cənub coğrafi qütbündə dayanarsa, onda bütün ətraf ərazilər ondan şimalda görünər. 5. Yerin kürəvi səthindən qlobus səthinə keçmə üsulu, yəni kürəvi qlobus səthindən müstəvi səthə keçmə üsulu, əlbəttə ki, bu adlanır kartoqrafik proyeksiya. 6. Kartoqrafik generalizasiya hansı miqyaslı xəritədə daha az olar? Böyük miqyaslı xəritələrdə kartoqrafik generalizasiya daha az olur. Ona görə A bəndini götürürük. 7. Coğrafi koordinatı 35 şimal enliyi, 55 şərq uzunluğu olan məntəqə Bakı şəhərindən hansı istiqamətdə yerləşir? Baxın, bunu belə deyək. Bakının koordinatı 40 şimal enliyi, 50 şərq uzunluğudur. Buna əsasən biz deyə bilərik ki, 35 şimal enliyi 40 şimal enliyindən daha cənubdadır. Cənubu tapdıq. Bunu istəsəz belə çəkib də göstərə bilərik. Baxın, bu 35 şimal enliyidir. Bu isə 40 şimal enliyidir və 35 şimal enliyi 40-dan cənubda yerləşir. Daha sonra deyir ki, 55 şərq uzunluğu, Bakıda da 50 şərq uzunluğudur. Bu 55 belə deyək də 50-dən şərqdə yerləşir. Doğru cavabımız cənub-şərq olur. Bunu da çəkək. Yəni növbəti dəfələrdə buna uyğun həll edək. Amma çəkək hələ ki 50 şərq, bu da 55 şərq. Gördüyünüz kimi 55 şərq, 50 şərqdən şərq istiqamətində yerləşir. Ona görə doğru cavab oldu D bəndi. Miqyası 1 bölünsün 120 milyon olan dünyanın torpaq xəritəsinin miqyasına, məzmununa görə hansı tipə aid olduğunu müəyyən edin. 1 bölünsün 20 milyon kiçik miqyaslıdır. Və dünyanın deyir ki, torpaq xəritəsi. Torpaq xəritəsində yalnız bir komponent təsvir olunduğu üçün onda bu olur tematik xəritə. 9-la davam edirik. Yenə bir xəritə bizə verilib. Aşağıdakı xəritələrin miqyasına əsasən tiplərini müəyyən edin. 1 bölünsün 10 mindən 100 minə qədər böyük miqyaslıdır. 1 bölünsün 200 mindən 1 milyona qədər orta miqyaslıdır. Burada da 600 mindir. 1 milyondan böyüklər isə kiçik miqyaslı xəritələr adlanır. Ona görə doğru cavab olur 9-da D bəndi. Davam edirik 10-la. Qlobusa aid əlamətləri müəyyən edin. Yerin əyriliyi nəzərə alınır, düzdür. Coğrafi obyektlər təhrifsiz təsvir olunur. Bəli, qlobusda təhrif yoxdur. Coğrafi obyektlər təhriflə verilir. Xeyr. Meridian və paralellərin uzunluqları bərabərdir. Belə bir şey mümkün deyil. Bütün hissələrində miqyas eynidir. Bəli, təhrif olmadığı üçün miqyas eynidir. Yalnız böyük miqyasda tərtib olunur. Xeyr. Qlobusun da miqyasına görə 3 növü var. Doğru cavab oldu 1, 2, 5, yəni Y bəndi. Davam edirik 11-ci sualdan. 11-ci sualda deyilir ki, iki şəhər arasındakı məsafənin 1 bölünsün 30 milyon miqyaslı qlobusda 6 sm olduğunu nəzərə alaraq, həmin məsafənin yer kürəsində neçə kilometr olduğunu hesablayın. Gəlin bundan əvvəlcə miqyası kəmiyyətini tapaq. 5 0 silirik. Demək, biz həqiqi məsafəni tapmalıyıq. Həqiqi məsafəyə sual qoyuram.
Demək, miqyasımız bərabərdir 300. Xəritədəki məsafəmiz isə bərabərdir 6. Buradan da həqiqi məsafəni tapmaq üçün 6-nı vururuq 300-ə. O da bərabər olur 1800. Cavab olur 1800 kilometr. Cavab olur 9, elə bir ki 11-də D bəndi. 12 ilə davam edirik. Analoji sualdır. Deyir ki, buradan da yenə miqyas 1 bölünsün 500.000. Daha doğrusu miqyası 1 bölünsün 100.000 olan xəritədə iki şəhər arasındakı məsafə 5,5 cm-dir. Həqiqi məsafəni tapın. Əvvəlcə 5 sıfırı silirəm. Olur miqyas 1. Xəritədəki məsafə də 5,5 cm. Həqiqi məsafəni tapmaq üçün də 5,5-i 1-ə vururuq. O da edir 5,5 kilometr. 12-də C bəndi. 13 ilə davam edirik. Miqyas 1 bölünsün 500.000 olan xəritədə iki şəhər arasındakı məsafə 35 cm-dir. Bu şəhərlər arasındakı həqiqi məsafəni hesablayın. İndi yenə eyni formada həll edirik. Əvvəlcə 5 sıfırın üzərindən xətt çəkirik. Yəni miqyasın kəmiyyətini tapırıq. Daha sonra isə bu 5,5-i daha doğrusu 35-i, yəni xəritədəki məsafəni vururuq miqyasa. O da edir 175 kilometr. Doğru cavab olur 13-də C bəndi. 14. Eyni meridian üzərində yerləşən, gəlin bunu təsvir edək. Ulanbator şəhəri 48 şimal enliyində, Jakarta 6 dərəcə cənub enliyində. Bu olacaq Jakarta, bura C hərfi yazıram. Bu da olacaq 48 şimal enliyi, demək Ulanbator. Deyir, Ulanbator Jakartadan hansı azimutdadır? Əlbəttə ki, 0 ya da 360 dərəcə azimutdadır. Bəs hansı istiqamətdir? Şimal istiqaməti. 14-də doğru cavab C. 15. Ankara və Pekin şəhərləri eyni enlikdə yerləşsələr də, Ankara 33 dərəcə şərq uzunluğu, Pekin isə 117 dərəcə şərq uzunluğunda yerləşir. Bəli, yenə təsvir edirik əlbəttə hər zaman olduğu kimi. Burada 33 şərq, baxın bura yazıram Ankara. Bu da olur 117 şərq Pekin. P hərfini yazıram. Deyir ki, Pekin Ankaradan hansı azimutdadır? 90 dərəcə azimutda. Bəs deyir, Ankara Pekindən hansı istiqamətdədir? Əlbəttə ki, qərb istiqamətində. 90 dərəcə, birdəki qərb. Doğru cavab 15-də A bəndi. 16. 16 da çox maraqlıdır və belə deyək də, 2 hissəli məsələdir. Bu məsələlərdə adətən tövsiyə edirəm ki, yarısına qədər bir işləyək, yarısına qədər bir işləyək, axırda isə cavabları müqayisə edək. Miqyasımız sabitdir. Miqyas 1 bölünsün 100.000 olan xəritədə iki məntəqə arasındakı məsafə 10 cm-dir. Digər iki məntəqə arasındakı məsafə isə 20 cm-dir. Miqyasına görə həmin xəritənin tipini və bu şəhərlər arasındakı məsafələri müvafiq olaraq hesablayın. 5 sıfırı silirik, edir 1 kilometr. 1-i vururuq 10-a və sonra isə həmin 1-i vururuq 20-yə. Hər ikisində ayrı-ayrı həqiqi məsafələrini tapırıq. Bu olur 10 və 20 kilometr və indi biz onun belə deyək də, miqyasını müəyyən edəcəyik. Miqyası da böyük miqyaslı olacaq. 1 bölünsün 100.000, bir də ki 1 bölünsün 200.000. Hər ikisi böyük miqyaslı xəritələrdir. Yenə azimutun tapılması. Baxın, burada mən hər zamanki kimi deyir ki, İrkutsk 53 şimal enliyi. Burada qeyd edirəm 53 şimal enliyi. Singapur 1 şimal enliyi. 1 dərəcə şimal enliyi şəhərləri eyni coğrafi uzunluğa malikdir. Deyir ki, Singapur İrkutskdan hansı azimutda? Baxın, bu Singapurdur, bu da İrkutskdur. Singapur İrkutskdan əlbəttə ki,
demək 180 dərəcə azimutdadır. İrkutsk Singapurdan hansı istiqamətdə? Bu da şimal istiqaməti. 180 şimal. 17-də B bəndi. Doğru cavab. 18. Qrenlandiya adasının şimal-cənub ucqar nöqtəsi 60 şimal enliyi. Şimal coğrafi qütbü arasında ən qısa məsafə 1 bölünsün 30 milyon miqyaslı xəritədə neçə santimetr olar? Əvvəlcə nə edirik? Qrenlandiyanın cənub ucqar nöqtəsi, yəni 60 şimal enliyi ilə şimal coğrafi qütbü arasında məsafəni dərəcə ilə hesablayırıq. Şimal qütbü 90 dərəcədir. 90-dan çıxıram 60-ı bərabərdir 30 dərəcə. Daha sonra bu 30 dərəcəni çevirirəm həqiqi məsafəyə. 30-u vururam 111-ə. O da edir 3330 kilometr. Baxın, bizim həqiqi məsafəmiz var. Həqiqi məsafəmiz 3330 kilometr. Və daha sonra miqyasa baxırıq. Miqyas 1 bölünsün 30 milyondur. Buradan yenə 5 sıfırı siləndə miqyas bərabərdir 300 kilometr. Bundan sonra biz rahatlıqla xəritədəki məsafəni tapa bilərik. 3330-u bölürəm 300-ə. Demək, buradan hər ikisini 3-ə ixtisar edirəm 111. Bu da olur 10. 111-i 10-a böləndə 11,1 santimetr olar. Doğru cavab 18-də A bəndi. 19-da deyir ki, şimal qütb dairəsi ilə cənub tropik xətti arasında ən qısa məsafəni hesablayın. Əvvəlcə yadımıza salaq ki, ekvator 0 dərəcədir. Şimal tropiki, cənub tropiki 23,5 şimal enliyi və 23,5 cənub enliyidir. Şimal qütb dairəsi, cənub qütb dairəsi isə 66,5 şimal enliyi və 66,5 cənub enliyidir. Və qütblərimiz isə 90 şimal və 90 cənubdur. İndi deyir ki, şimal qütb dairəsi, baxın bura mən qeyd edirəm, şimal qütb dairəsini 60 şimal enliyi. Cənub tropik xətti isə 23,5 cənub enliyidir. İndi bunların arasındakı məsafəni tapmaq üçün əlbəttə ki, 60-ın üzərinə 23,5 gəlirik. O da edir 83,5 və 10 da kilometrə çevirsək 83,5-i vururam. Əlbəttə ki 111-ə. Bir dəqiqə. Vururam 111-ə. O da edir demək 83,5 vur 111. Yenidən baxaq. Şimal qütb dairəsi 66,5-dir. Burada bir səhv olub. 66,5. Aha. 66,5-dən 23,5-i toplayanda olur 90. 90. 90-ı da vursaq 111-ə, o da edir 9990 kilometr. Doğru cavabımız oldu B bəndi. 20. Deyir ki, miqyası 1 bölünsün 22 milyon olan xəritədə iki şəhər arasındakı məsafə 10 santimetr, digər iki şəhər arasındakı məsafə isə 15 santimetrdir. Miqyasına görə həmin xəritənin tipini və bu şəhərlər arasındakı həqiqi məsafəni hesablayın. Baxın, miqyası əvvəlcə müəyyən edək. 5 sıfırı siləndə edir 220. Miqyasımız 220-dir. Əvvəlcə birinci xəritə üçün tapsaq, olur 2200. İkinci xəritə üçün tapsaq isə, demək 220-ni vururuq 15-ə, o da edir 3300. Bunları tapdıq. İndi demək 2200-ün 5 sıfır əlavə etsək, olur 22 milyon. Digəri isə 33 milyon olur. Bu da əlbəttə ki, kiçik miqyaslı xəritələrə aid olacaq. 20-də doğru cavab Y bəndi.
21-ə baxaq. Deyir ki, kəsmə hündürlük 4 metr olarsa, A və B nöqtələrinin mütləq hündürlüklərini hesablayın. Bu bir dağdır. B-nin hündürlüyü, baxın, buradan 4 metr daha çox olacaq, yəni 16. A isə 4 metr az, 12 çıx 4, 12 çıx 4 bərabərdir 8 metr olacaq. Demək, A 8, B isə 16. Doğru cavab C bəndi. 22. Şimal qütb dairəsi ilə cənub qütb dairəsi arasındakı məsafəni hesablayın. Baxın, şimal qütb dairəsi 66,5 şimal enliyi, cənub qütb dairəsi isə 66,5 cənub enliyidir. İndi 66,5-in üzərinə 66,5 gəlirik, edir 133. Daha sonra bu 133-ü biz kilometrə çevirməliyik. Vururuq 111-ə, 111-ə, o da edir, demək, 14.763 kilometr. O da olur B bəndi, 22-də B bəndi. 23. Şimal qütb dairəsi ilə şimal tropik arasındakı məsafəni hesablayın. Şimal qütb dairəsi 66,5-dir. Şimal tropiki 23,5-dir. İndi bunların eyni yarımkürədə olduğu üçün fərqini tapırıq. O edir 43. 43-ü də vururam 111-ə. 43 vur 111. 4773 kilometr olacaq. Doğru cavab C bəndi 23-də. İndi davam edirik 24-dən. 24-də deyir ki, fiziki xəritədə 39 və 41 şimal enlikləri arasında ən qısa məsafə 44,4 sm-dir. Bu xəritənin xətti miqyasını hesablayın. Əvvəlcə biz baxaq ki, 41 də 39 da eyni yarımkürədə yerləşir. Bunlar arasındakı məsafəni tapaq. 41 çıx 39, o da bərabərdir 2 dərəcə. İndi dərəcəni çevirirəm kilometrə, vuracam 111-ə, o da edir 222 kilometr. Bu artıq bizim həqiqi məsafəmiz olur. Demək, həqiqi məsafəmiz bərabərdir 222 kilometr. Xəritədəki məsafəmiz isə 44,4 santimetrdir. Daha sonra biz demək, miqyası tapmaq üçün həqiqi məsafəni, yəni 222-ni 44,4-ə bölürük. İndi gəlin bölək, 222 böl 44,4. O da edir 5 kilometr. Uyğun olan cavab da 24-də A bəndi olur. 25 ilə davam edirik. Deyir ki, kartoqrafik terminlərə aiddir. Əlbəttə ki, miqyas kartoqrafik termindir. Şərti işarələr bir kartoqrafik termindir. Bir də əlbəttə ki, demək, miqyas, bir də şərti işarə, bir də ki, dərəcə toru. 1, 2, 5 C bəndi. Kartoqrafik terminlərə aid deyil. Terras, çaya aiddir. Qnomun, bir də ki, exolot. 3, 4, 6, bu da olur C bəndi. 27-də deyir ki, cənub qütbündən 90 və 120 dərəcə meridianlar boyu hərəkət edən müşahidəçi nəticədə hansı istiqamətdə getmiş olar? Baxın, təsəvvür edin ki, siz quyunun dibindəsiniz və sizə bir əl uzanıb da, həmin ələ tutub yuxarı çıxsaz, hansı istiqamətdə çıxarsınız? Əlbəttə ki, şimal. Yəni, bu cənub qütbünü bir quyunun dibi təsəvvür etsək, istənilən elə bil ki, belə deyək də, istiqamətdə getsəz, meridian boyu getsəz, yenə də şimala doğru getmiş olacaqsınız. 27C. Daha sonra eyni məsələdir. Yenə deyir ki, 0 və 180 meridianlar boyu. Burada da yenə doğru cavab olacaq şimala D bəndi. Davam edirik 29-dan. Deyir ki,
1 bölünsün 500 min miqyaslı Azərbaycanın oroqrafi xəritəsi müvafiq olaraq miqyasına və məzmununa görə hansı tipə aiddir? 1 bölünsün 500 min orta miqyaslıdır, A və D bəndi və burada deyir ki, oroqrafi xəritə. Oroqrafi xəritə əlbəttə ki, tematik bir komponent təsvir olunduğu üçün tematik xəritəyə aiddir. 30'da deyir ki, Azərbaycanın 1 bölünsün 600 min miqyaslı iqlim tipləri xəritəsi müvafiq olaraq miqyasına və məzmununa görə hansı tipə aiddir? Baxın, burada xüsusilə iqlim tiplərini ayırıram. 1 bölünsün 600 min orta miqyasıdır. C ya da ki Y. Burada bir dənə komponent təsvir olunub. Bu da iqlim tipləridir. Əlbəttə ki, bu aid olacaq tematik xəritəyə. 31'də deyir ki, 90 şərq uzunluğundan, baxın, 90 şərq uzunluğu, bunu belə qeyd eləyirəm. Qərbə doğru ekvator boyu, baxın, qərbə belə 3330 kilometr hərəkət edən tədqiqatçı hansı meridian üzərində dayanar? 3330'u bölürəm 111'ə, o edir 30 dərəcə. İndi 90 şərqdən 30 dərəcə qərbə getsək, bu olacaq əlbəttə ki 60 şərq uzunluğu. Doğru cavab Y bəndi. 32 ilə davam edirik. Qlobusda ekvatorun uzunluğu 80 santimetrdir. Qlobusun miqyasını hesablayın. Bilirik ki daha doğrusu ekvatorun uzunluğu 40 min kilometrdir. 40 min kilometr. Və xəritədəki məsafəmiz isə 80 santimetrdir. Biz rahatlıqla miqyası tapa bilərik. Baxın, 40 mini böləcəm 80-ə. Buradan bir 0 atıram, buradan bir 0, 40'ı 80'ə 5, o da olur 500. 500 yanına da 5 0, doğru cavab C bəndi. İndi keçirik demək 33-cü məsələyə. 33-cü məsələdə deyir ki, xəritədə 0 dərəcəlik meridianın uzunluğu 50 santimetrdir. Xəritənin ədədi miqyasını hesablayın. Baxın, ümumi meridian çevrəsinin uzunluğu 40 min kilometrdir. Amma əgər bizə deyirsə, məsəl üçün 0 dərəcəli, 10 dərəcəli meridian, burada onun uzunluğu olur 20 kilometr və bütün meridianların uzunluğu 20 min daha doğrusu. Bütün meridianların uzunluqları da bir-birinə bərabərdir. Həqiqi məsafəmiz 20 min kilometr, xəritədəki məsafəmiz isə 50 santimetrdir. Miqyas bərabərdir 20 min bölünsün 50. Buradan 0'ı silirəm, buradan 400. 1 bölünsün 400'ün yanına da 5 0 əlavə edəndə 1 bölünsün 40 milyon. 34 deyir ki, coğrafi koordinatları 0-0 olan məntəqənin yerləşdiyi ərazi, bunu yadımızda saxlayaq. Afrikada Qvineya körfəzidir. Koordinatları 0-0'dır. 35. Nə üçün xəritələrdə təhrif olur? Əlbəttə ki, kürə səthi müstəvi səthə köçürüləndə müəyyən bir boşluq yaranır və həmin boşluqlar doldurulur və nəticədə təhrif yaranır. 36'da deyir ki, Qrenlandiyanın silindrik proyeksiyası ilə tərtib olunmuş dünya xəritəsində daha çox təhrifə məruz qalması əlaqədardır. Əlbəttə ki, o qütbə yaxındır. Qütbə yaxın olan ərazilər daha çox təhrifə məruz qalır. Davam edirik. Deyir ki, xəritənin miqyası kiçildikcə ümumiləşdirmə necə dəyişər? Əlbəttə ki, miqyas kiçildikcə ümumiləşdirmə artar. Doğru cavab olur Y bəndi. 38. Xəritənin miqyası kiçildikcə məhəldəki obyektin təsvir olunma dəqiqliyi necə dəyişir? Burada əlbəttə ki, dəqiqlik azalır. Çünki 1 santimetrdə daha böyük ərazi təsvir edilir. 38'də doğru cavab olur B. 39. Böyük miqyaslara aid olanları müəyyən edin. 1 bölünsün elə bil ki 10 mindən 200 minə qədər, 50 min, 100 min, bir də 25 min. 2, 4, 5. 2, 4, 5 D bəndindədir. 40.
Xəritənin riyazi əsasına aiddir. Riyazi əsas əlbəttə ki, coğrafi koordinat və məsafədir. 1, 4. C bəndi. Məsələn, hidroqrafik şəbəkə var. Bu sizi çaşdıra bilər. Bu hidroqrafik şəbəkə xəritənin coğrafi əsasına aiddir. Bu çay, göl şəbəkəsidir. Xəritədə hansı təhriflər olur? Əlbəttə ki, uzunluq, bucaq, sahə, bir də ki, forma, məsafə təhrifləri olur. 41-də C bəndi. 42. Ekvatordan qütblərə doğru paralellərin uzunluğunun azalma səbəbi əlbəttə ki, yer kürə formasındadır və yer kürə formasında olduğu üçün ekvatordan qütbə doğru paralellərin uzunluqları azalır. Qırx üçüncü suala davam edirik. İrkutsk şəhərindən şimal coğrafi qütbünə olan ən qısa məsafəni müəyyən edin. İrkutsk 50 şimal enliyidir. Şimal coğrafi qütbü isə 90 dərəcə şimal enliyidir. 90-dan çıxırıq 53-ü. Qalır 37. 37 dərəcə daha doğrusu. 37-ni kilometrə çevirmək üçün 111-ə vururuq. 37 vur 111. O da edir 4107 kilometr. Doğru cavab olur B bəndi. 43B. 44. Verilmiş miqyaslara əsasən xəritənin tipini müəyyən edin. 1/50.000 böyük miqyasdır. 750.000 orta miqyasdır. 5 milyon isə kiçik miqyasdır. Doğru cavab 44-də B. 45. Deyir ki, miqyası 1/50 milyon olan qlobusda 40 dərəcəlik paralellə ekvator arasındakı meridian qövsünün uzunluğu neçə santimetr olar? Əvvəlcə 40 dərəcə paralellə ekvator arasındakı məsafəni tapaq. 40-dan 40 çıxanda 40. 40-ı da vururuq 111-ə. O da edir 4440 kilometr. Bu bizim həqiqi məsafəmizdir. 4440 kilometr. Miqyas üçün isə onu çeviririk kilometrə. 5-0 silirik. M bərabərdir 500 kilometr olur. Demək, xəritədəki məsafəni tapmaq üçün 4440-ı bölürük 500-ə. O da olur 8,88 santimetr. Doğru cavab 45-də D bəndi. 46. Kartoqraf yeni bir tematik xəritə tərtib etmək qərarına gəlir. O bu məqsədlə müxtəlif rəng çalarları istifadə etməklə ovalıqları yaşıl, dağlıq əraziləri tünd qəhvəyi rəngdə təsvir etdi. Xəritənin tərtibində hansı təsvir üsulundan istifadə edilir? Əgər müxtəlif rəng çalarları və tonları varsa, bu əlbəttə ki, keyfiyyət fonudur. Çünki o, həmin əraziləri fərqləndirmək üçün keyfiyyətinə görə fərqlənən əraziləri təsvir edib. Növbəti deyir ki, həm böyük, həm də kiçik miqyasda təsvir olunur. Generalizasiyaya məruz qalır. Təhrifli, lakin riyazi əsaslı təsvir vasitəsidir. Bu əlbəttə ki, bizə coğrafiya xəritəsinin bir növ deyərdim ki, tərifini deyir. 48. Plan və xəritənin miqyası asılıdır. Ümumiyyətlə, miqyas ərazinin elə bil ki, təsvir olunan ərazinin həqiqi ölçüsündən, bir də ki, xəritənin ölçüsündən asılıdır. Kağızın ölçüsündən daha doğrusu. Yəni, miqyas həqiqi məsafə, yəni ərazinin həqiqi məsafəsi bölünsün xəritədəki məsafəyə. Həmin elə bil ki, kağızın ölçüsünə bölünərək miqyası tapırıq. Onda doğru cavab 48-də olur Y bəndi.
49. Sxemə əsasən doğru ifadəni müəyyən edin. Əvvəlcə demək istəyirəm ki, ərazilərin sahələri ekvatora doğru böyüyür, qütbə doğru isə kiçilir. Buna əsasən misal həll etməyə çalışacağıq. Doğru olanı tapırıq. B-nin sahəsi deyir, Y-dən böyükdür. Xeyr, Y böyükdür çünki ekvatora daha yaxındır. D ən böyük sahəyə malikdir. Y-də həm də BC-nin sahəsi A-dan kiçikdir. B və C, yox, əksinə böyükdür. AC eyni sahəyə malikdir. A və C, xeyr, eyni paralellər üzərində yerləşmir. Y-də deyir ki, Y və D eyni sahəyə malikdir. Bu doğrudur. Hər ikisi 0 ilə 10 dərəcəlik enliklər arasında yerləşir. Deyir ki, 50-də müşahidəçi Bakıdan 0 azimutla 40 şimal enliyindən 0 azimutla, yəni şimala doğru 4440 kilometr yol gedib. 4440-ı 111-ə bölürük, edir 40. 40 şimaldan 40 şimala getsək, edir 80 şimal. İndi buna aid olan əlamətləri tapaq. Ən uzun meridian üzəri ilə hərəkət etmiş olar. Xeyr, yəni uzun, qısa meridian anlayışı yoxdur. Şimal qütbü üzərində digər yarımkürəyə keçər. Xeyr, keçmir. Çatdığı paraleldə 1 dərəcəlik qövsün uzunluğu daha böyük olar, əksinə daha kiçik olar, çünki şimala doğru gedir. Qütb ulduzu daha böyük bucaq altında görünər. Bəli. Bakıda əgər 40 dərəcə görünürdüsə, bu məntəqədə 80 dərəcə görünəcək. Qrinviç meridianına nəzərən dərəcə fərqi kiçilər. Xeyr, belə bir şey daha doğrusu belə bir şey deyə bilmərik. Belə bir necə deyirlər, eyniliyi deyə bilmərik. 51. Deyir ki, Bakının yerləşdiyi en dairəsi və təqribən onunla eyni enlikdə yerləşən şəhərlər. Bu əlbəttə ki, 40 şimal enliyidir. Elə gördüyüm C bəndidir ki, Ankara, Madrid, New York, Bakı ilə təxmini olaraq eyni enlikdə yerləşir. Doğru cavab C bəndi. Kiyev, Singapur, Yakutsk şəhərləri müvafiq olaraq Bakıdan hansı istiqamətdədir? Baxın, Kiyev şimal-qərb istiqamətindədir. Yakutsk, elə bil ki, Kiyev şimal-qərbdirsə, Bakıdan hansı istiqamətdə? Singapur cənub-şərqdə, Yakutsk isə şimal-şərqdə. Doğru cavab B bəndi. 53. 53 maraqlı məsələlərdən biridir. Bizə deyir ki, 53-də sxemə əsasən ABC xətti üzrə məsafəni 1 bölünsün 20 milyon miqyaslı xəritədə neçə santimetr olduğunu hesablayın. Əvvəlcə A-dan B-yə gələk, 20 dərəcə. Sonra B-dən C-yə gələk, biri 30 şərq, biri 30 qərb, olur 60. Və ABC bəli getdik, toplayanda olur 80. İndi bu 80-i həqiqi məsafəyə çevirək. Həqiqi məsafə 80 dərəcədə. Bunu əlbəttə ki, vururam 111-ə, o da edir 8880 kilometr. Və gəlin miqyasa baxaq. 1 bölünsün 20 milyon, buradan 5 sıfır silirəm. Demək, miqyas bərabərdir 200 kilometr. Xəritədəki məsafəni tapmaq üçün 8880-i bölürəm 200-ə. Buradan 0 siləcəm. Sonra ona daha doğrusu 2-yə bölürəm. 444. 444-ü də 14-ə böləndə, 10-a böləndə daha doğrusu 44,4 santimetr olar. Doğru cavab 53-də Y bəndi. 54. Deyir ki, Bakı və Samara eyni coğrafi uzunluqda yerləşsələr də, Bakı 40 şimal enliyi, Samara 53 şimal enliyindədir. Samara Bakıdan hansı istiqamətdədir? Bunu çalışacağım şifahi eləyim. Samara Bakıdan. Samara Bakıdan, baxın, şimalda yerləşir. Çünki 53 şimal enliyidir, Bakıda 40 şimal enliyidir. Şimalı burada qeyd eləyirəm.
Bakı Samaradan hansı azimutda yerləşir? Bakı Samaradan cənubda, yəni 180 azimutda yerləşir. 54-də B. Yəni müəyyən bir özümüzdə vərdiş yaratdıqdan sonra artıq bu məsələləri şifahi şəkildə edə bilərik. Əsas məsələ onların yerləşmə yerini xəritə üzərində bizim təsvir etməyimizdir. Yenə deyir ki, sxemə əsasən ABC xətti üzrə məsafə xəritə üzərində 22.2 sm-ə bərabər olarsa miqyası hesablayın. Baxın, A-dan B-yə 20-dir. A-dan B-yə 20-dir. Daha sonra B-dən C-yə isə 60-dır. O edir 80 yenə. Həqiqi məsafə bərabərdir 80 vur 111. O edir 8880 kilometr. 80 kilometr. Xəritədəki məsafəm də 22.2 santimetrdir. Miqyası tapmaq üçün 8880-i 22.2-yə bölürəm. O da edir 400. 400-ün yanına da 5 sıfır əlavə edəndə 55-də doğru cavab olur B bəndi.